Qantel yoxsa ştanga, hansı daha yaxşıdır? Bu hallarda qanteli seç. Hərəkət azadlığı istəyirsənsə, hər qol ayrı işlədiyi üçün biləyini rahat çevirə, hərəkəti özünə uyğun bucaq altında edə bilərsən. Düz ştanga oynaqlarını narahat edirsə, curls, skull crusher və press hərəkətlərində bilək, dirsək və çiyinlərə düşən yük azalda bilər. Tək ayaqlı hərəkətlər edirsənsə, split squat və step up kimi hərəkətlərdə tarazlığı saxlamaq daha rahat olur. Sağ və sol tərəf arasındakı fərqi aradan qaldırmaq istəyirsənsə, hər iki tərəf eyni çəkini qaldırdığı üçün güc balansı yaranır. Reabilitasiya dövründə də faydalıdır. Yalnız qantellə edilən hərəkətlər üçün fly, lateral rise və rear dead fly. Bu hallarda isə ştanga seç. Çəkini müntəzəm artırmaq istəyirsənsə, hər tərəfə kiçik çəkilər əlavə etməklə yükü mərhələli şəkildə artıra bilərsən. Qantellərdə isə adətən növbəti çəki arasındakı fərq daha böyük olur. Ağır squat edirsənsə, ağır ştanqanı kürəkdə saxlamaq eyni çəkini qantellərlə əllərdə saxlamaqdan daha rahat və sabitdir. Qısa desək, ştanga ağır çəkilər və güc artımı üçündür, qantel isə rahatlıq, təhlükəsizlik, balans və zəif yerləri inkişaf etdirmək üçündür. Əsas məsələ hər hərəkət üçün düzgün aləti seçməkdir.